Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hədəfdə xoş gördük sizləri. Bəli, məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarının proteksionist siyasəti çərçivəsində ticarət təriflərinə yenidən baxılması iqtisadi və kommunikasiya uğrunda gedən müharibələri daha da gərginləşdirib. Xüsusilə də Avropa İttifaqı Amerika Birləşmiş Ştatları ilə münasibətlərdə yeni alternativlər axtarışına çıxıb ki, bu baxımdan əlbəttə Cənubi Qafqaz, eyni zamanda da xüsusilə Mərkəzi Asiya ölkələri xüsusi əhəmiyyət kəsb edir və elə bir neçə gün bundan öncə Qazaxıstanın Səmərqənd şəhərində keçirilən Mərkəzi Asiya və Avropa İttifaqı samiti də bu baxımdan qlobal əhəmiyyətə malikdir və əlbəttə Avropa İttifaqı üçün Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin əhəmiyyəti geosiyasi dəyişikliklər fonunda nə qədər artıb və xüsusilə də Azərbaycanın rolu burada nədən ibarətdir? Bax, müzakirə edəcəyik. Diqqətiniz bizdə olsun. Qonaqlarımızı təqdim edirəm. Bugünkü qonaqlarımız Milli Məclisin deputatı, eyni zamanda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Gülşən xanım Paşayeva. Xoş gördük Gülşən xanım sizi. Milli Məclisin digər üzvü Vüqar Rəhimzadə, sizi də salamlayıram. Xoş gördük sizi və iqtisadçı ekspert Yunyakın eyni zamanda dosenti səhv etmirəmsə Emin Qəribli, sizi də salamlayıram. Xoş gördük hər birinizi, hörmətli qonaqlar. Əlbəttə, dünya əvvəlki dünya deyil, sürətlə dəyişir və elə bil ki, hər ötən gün biz həm iqtisadi sahədə, həm siyasi mənzərənin dəyişikliklərini görürük və bu baxımdan əlbəttə ki, belə bir həssas məqamda Avropa İttifaqı ilə Mərkəzi Asiyanın bir araya gəlməsinin həm geosiyasi, iqtisadi, siyasi mənaları olduqca çox şaxəlidir və əlbəttə iqtisadi tərəflərinə biz Emin müəllimlə xüsusilə də bir yanaşma edəcəyik. Amma Gülşən xanım, belə bir ərəfədə Səmərqənddə keçirilən bu samitin nəticələri geosiyasi prosesləri üçün hansı dəyişikliklərə səbəb oldu və səhv etmirəmsə orada artıq bir nəticə də əldə olunub, mühüm bir sənəd də qəbul olunub. Bax, belə bir həssas məqamda bu sənədin əhəmiyyəti nədən ibarətdir və xüsusilə də biz nəzərə alsaq ki, elə bugünkü məlumatlara ardıcıl olaraq diqqət yetirsək, Amerika Birləşmiş Ştatlarının yeni ticarət tariflərinə yenidən baxılması, bu istiqamətdə qəbul olunan qərarlar Avropa İttifaqının sözün əsl mənasında yerindən tərpədib və Avropa İttifaqının yeni alternativləri arasında sözsüz ki, Mərkəzi Asiyanın xüsusi rolu var. Nədən ibarətdir bu xüsusi rol? Təşəkkür edirəm suala görə, Jalə xanım. Doğrudan da siz tamamilə düz buyurursunuz ki, əgər biz baxırıqsa bugünkü reallıqda dünyada maraqlı, çox vacib, əhəmiyyətli proseslər gedir və məhz bu kontekstdə əlbəttə Avropa İttifaqı və Mərkəzi Asiya ilə hal-hazırda belə baxsaq, bu son bir neçə il ərzində davamlı şəkildə gedən proseslərdir. Yəni, ilk dəfə bunlar özləri də öz sənədlərində qeyd edirlər ki, bu proseslər hələ 22-ci ildən başlayaraq əvvəl Astana, sonra Qırğızistandakı Çolpanatda 23-cü ildə, 25-ci ildə bunlar artıq Xarici İşlər Nazirləri səviyyəsində Aşxabaddakı görüş martda və bu onu göstərir ki, artıq burada ardıcıl şəkildə bir siyasət ortaya qoyulur ki, çünki adətən bu region, Mərkəzi Asiya daha çox adətən ənənəvi Rusiya və eyni zamanda son 10 illiklər ərzində Çinin də burada çox böyük təsir imkanları olub. Yeri gəlmiş ki, iyulda da bu samitin ardı prezidentlər səviyyəsində keçiriləcək ki, elə Çinin də rəhbəri, lideri bu samitdə iştirak etməsi. Bəli. Yəni burada Amerikanlar özləri də çox maraqlıdır. Yəni bu bölgə bir sıra, məsələn biz götürsək, vacib prioritetlər baxımından olduqca önəmlidir. Yəni birinci növbədə əlbəttə elə biz götürsək Ursula von Leyen'in, yəni Avropa Komissiyasının başçısının özünün çıxışında qeyd etdiyi 4 prioritet istiqamət ki, o qeyd edir. Bu istiqamət, yəni bu strateji, bunlar artıq hər iki tərəf, yəni Avropa İttifaqı və Mərkəzi Asiya ölkələri strateji bir tərəfdaşlıq imzalayırlar. Bu qərara gəlirlər ki, bunlar öz münasibətlərini daha yüksək səviyyə qaldırsınlar. Və burada əsas 4 istiqaməti o əsas göstərir. Deməli, onlardan birincisi Transxəzər nəqliyyat dəhlizidir ki, bu bizim üçün də olduqca maraqlı bir istiqamətdir Azərbaycan üçün. İkinci, orada söhbət gedir mühüm əhəmiyyət kəsb edən xam maldan, onu da biz gözəl başa düşürük ki, məhz bu bölgədə doğrudan da müxtəlif əgər neft və qazdan başqa uran və bir sıra başqa çox vacib, deməli, faydalı qazıntılar var. Eyni zamanda bu bölgə özü də hansısa
başqa, məsələn, əgər biz götürürsə ərzaq baxımından və s. onlar Avropa İttifaqına da müəyyən məndə töhfə verə bilərlər. Üçüncü vacib istiqamət yaşıl enerjidir ki, bu bizim üçün də çox aktualdır. Yəni bu mənada biz son dövrdə imzalanmış yadınızdasa COP dövründə Özbəkistan və Qazaxıstan, Azərbaycan arasındakı həmin o yaşıl enerji ilə bağlı sənədi də götürə bilərik və nəhayət dördüncü istiqamət məhz Ursula von Leyen qeyd etdiyi rəqəmsal rabitədir ki, bu da olduqca aktualdır. Yəni bu 4 istiqamət onların prioritet istiqaməti kimi onlar öz sənədlərində də bu məsələlərə diqqət verirlər. Emin müəllim, siz necə düşünürsünüz? Avropa İttifaqının xüsusilə bu dəyişikliklər fonunda Mərkəzi Asiya inteqrasiyası, xüsusilə də iqtisadi inteqrasiyasında tələblər nədən ibarətdir və burada orta dəhlizin də rolu varmı? Və mən rejissorumuzdan da xahiş edəcəm ki, məhz orta dəhliz layihəsinin məhz xəritəsini də ekranlarımıza gətirsin və elə təklif edərdim ki, daha doğrusu ekranın önünə buyurasınız. Buyurun. Xəritə üzərinə necə izah etmək olar? Mərkəzi Asiyada keçirilən, Səmərqənd şəhərində keçirilən Avropa İttifaqı Mərkəzi Asiya samitində orta dəhlizin rolu nədən ibarətdir? Bax, xəritə üzərinə necə qeyd etdik, burada əsas strateji nədir? Bu günlərin biz görürük ki, biz dünyada hansı prosesləri müşahidə edirik? Bir Amerika Birləşmiş Ştatları qonşu ölkələrə inteqrasiya birlikləri yaradır, bir avtarkiya yaradılır və istərsə bir-birlərinə güzəştlər təqdim edirlər və Avropa İttifaqının da biz görürük ki, son dövrlər istər Avropa İttifaqı olsun, istəyir Amerika Birləşmiş Ştatlarının əsas belə məhsul istehsal belə deyək bazası Çindir və şərq ölkələridir. Və onlar da günlərim görürsünüz ki, vaxtilə güzəştlər təqdim edib Amerika Birləşmiş Ştatları. İndi bu güzəştləri orada aradan qaldırırlar. Amma Avropa İttifaqı bu günlər maraqlıdır ki, burada olan məhsullarla Avropa arasında ticari münasibətlər get-gedə artsın və bunun üçün də təbii ki, stabil nəqliyyat dəhlizləri lazımdır. Gördüyümüz kimi bu qeyd olunan bu nəqliyyat dəhlizləri, burada müharibələr gedir kifayət qədər və həmçinin də nisbətən uzun bir yoldur və qeyri-stabil yoldur. Bunu son 5 ildə biz şahidi olduq. Bildiyimiz kimi istər pandemiya dövründə gördük ki, burada tıxaclar var. İndi də çox gərgin bir bölgədir. Amma Çinin də bir deməli şimal hissəsi sizə deyim, xüsusən də və qərb hissəsində, şərq hissəsində kifayət qədər iri azad iqtisadi zona, sənaye müəssisələri, sənaye bir kompleksləri yaranıb. Onun Avropa İttifaqının mübadiləsinə maraqlıdırlar. Siz qeyd etdiniz, burada bir xətt göstərilir ki, bu Qazaxıstan ərazisindən Azərbaycan, təbii ki, Transxəzər və Avropaya çatdırılması. Əslində burada yenə bir həm Qazaxıstan, həm Özbəkistan, həm Qırğızıstan ərazisində avtomobil yolu, alternativ avtomobil yolları da çəkilir ki, bu da imkan yaradacaq buranı həm şaxələndirilsin, həm bütün Orta Asiya ölkələrinin ilk növbədə, bəli, Avropa, Çindən və digər şərq ölkələrdən məhsulların Avropa çatdırılması. İkinci, bu çatdırılma gedərsə, burada kooperasiya inkişaf edəcək, burada dəyər zənciri formalaşdıracaq və çox güman ki, bizim də bölgəsində bu artıq realdır. Burada bu bölgə daha çox Avropa İttifaqına və Çin iqtisadiyyatına daha çox inteqrasiya etmə imkanları var. Bunun üçün qeyd olunduğu kimi, burada həm təbii ehtiyatların, xüsusən də bu neft, qazdır, urandır, nadir metallardır və s. bir çox məhsullar var ki, bu xam malın inkişafına zəmin yaradır. Və son dövrlərdə bildiyimiz kimi Avropa İttifaqı nə qədər də elan etsə ki, yaşıl enerji tətbiq olunur və s. və ilaxır, amma enerji baxımından, enerji təhlükəsizliyi baxımından biz son dövrdə problemlərin yaranması və artdığını biz müşahidə edirik. Xüsusən son dövrdə Rusiyadan qazın deməli, qaza embargo qoyulması düzdür. Biz müxtəlif belə deyə tendensiyalarını müşahidə edirik. Bir də görürük ki, bəzi ölkələr günlərim hətta qazın idxalını artırıblar. Amma istərsiniz bir görürük ki, qış vaxtı bəli, asıllıq yaranır, problem yaranır. Təbii ki, daha ən dünyanın beşliyinə daxil o geniş yataq, qaz yatağı Türkmenistandadır. Kifayət qədər zəngin Qazaxstanda həm qaz, həm neft yataqları var. Bir ən azından bu iki enerjindirsə, bu Avropa üçün bu stabil, dayanaqlı enerji mənbəyidir. Təbii ki, Azərbaycanı da qeyd etməm, Azərbaycan ərazisinə. Və sonda isə ən strateji deməli istiqamətlərdən biri də məhz yaşıl enerjidir. Təbii ki, və bizim də bölgə, xüsusən də Azərbaycan və deməli Orta Asiyanı görsək, Avropaya daha yaxın bir bölgə olduğuna görə yaşıl enerjidəki görürsünüz Xəzər dənizinin vasitəsilə Avropaya çatdırılsa, burada itkilər azalacaq. Yəni bu dəfələrlə qeyd etmişəm. Burada Səudiyyə Ərəbistanında da kifayət qədər yaşıl enerji günlük zaman çoxdur, günəş çoxdur, amma onun məsafəsi nisbətən uzaq olduğuna görə və burada qeyri-stabil olduğuna görə bu yaşıl enerji baxımından bizim bölgəmiz daha
perspektivlidir. Və sonda da bir məqamına diqqətizə çatdırmaq istəyirəm ki, Avropada demoqrafik problemlər var. Əhali də durmadan azalır. Tam əksinə isə Orta Asiya ölkələrində əhali artır və gələcək üçün bu qeyd etdiyimiz həm təbii resurslar, həm bir növ Özbəkistanın, Qazaxıstanın, Türkmənistanın nisbətən azdır. Bu iki ölkənin iqtisadi inkişaf dinamikasına baxsaq, həmçinin Avropa ilə tutaq ki, son 2 ildə Qazaxıstanın ticari münasibətləri 27% artmışdı. 27%-ə qədər çatmışdı. Bir Özbəkistan 2 ildə 26% artıb, tutaq ixracatını, tekstil məhsullarının 27% artıb, neft məhsulları isə 5 dəfə artıb. Onu göstərdir ki, bəli, burada dinamik inkişaf gedir. Burada dinamik inteqrasiya prosesi gedir, bizdə dinamik kooperasiya prosesi gedir. Türk dövlətləri çərçivəsində burada iqtisadi inteqrasiya, siyasi inteqrasiya prosesləri gedir və burada təbii ki... Təbii ki, bu dinamikaya tələb də var və bu dinamikanın qarşısında biz Səmərqənd samitinin keçirilməsini, Brüsselin, Amerika Birləşmiş Ştatlarının planına qarşı yeni bir plan kimi hesab etmək olar mı? Necə düşünürsünüz? Bilirsiniz, əslində bu planlar çoxdan başlamışdı. Amma təbii ki, burada elə qeyd etdim ki, həm Amerika görür ki, o da öz növbəsində Kanadaya bir müəyyən mesajlar verib, Meksikaya müəyyən mesajlar verib və o da təbii ki, inteqrasiyanı davam etdirmək istəyir. Özünün dünya iqtisadiyyatının mövqeyini artırmaq istəyir, onu da qeyd etməklə. Durmadan Amerika Birləşmiş Ştatları və Avropanın da dünya iqtisadiyyatında mövqeyi azalır. Burada Çin və Şərq ölkələrinin mövqeyi artır. Bu səbəbdən təbii ki, başqa bir yolları yoxdur inteqrasiya etmək və birləşmək. Və burada da yenə deyirəm, burada da baxsaq, əksər ölkələrində belə iqtisadi potensialları elə zəngin deyil və siyasi baxımdan qeyri-sabit bir ölkələriz. Amma bizim bölgəyə gəldikdə isə daha nisbətən həm stabil, həm dinamik inkişaf müşahidə olunur. Ona görə də bəli, onlarda tələbat var. Həm təchizat zəncirlərinin formalaşması, həm də bu məhsulların stabil olaraq öz ölkəsinə çatdırılması, mübadilə prosesi, həm də qeyd etdiyim rəqəmsallaşma prosesi, bir növ 4-cü sənaye inqilabına keçid baş verir və burada təbii ki, tək başına, yenə deyirəm, daha ərazilər genişlənməklə, inteqrasiya baxımından, iqtisadi baxımdan kooperasiya etməklə bir növ öz məhsullarının rəqabət qabiliyyətini artıracaqlar. Siz dediniz ki, belə Amerika Birləşmiş Ştatları da bu gömrük rüsumlarını artırmaqla təbii ki, problemlər yaradır. Onun alternativ həm də bazar da görür. Biz Avropa İttifaqı bu əhali artdıqca Mərkəzi Asiyanı və bizi də bir bazar kimi də görür. Yəni ki, bu məhsulların alternativ olaraq bizə çatdırılması, rəqabətdə Amerikaya nisbətən udmaq. Yəni ki, biz bildiyimiz kimi bir növ görüşdə elan etdilər ki, 12 milyardlıq investisiya paketi. Amma qeyd etdiyi kimi 34 əsas sahə istiqamətlər üzrə bura investisiya yatırılacaq 12 milyard qısa zaman ərzində. Onu göstərdi ki, bəli, onların belə maraqları kifayət qədər çoxdur və inteqrasiya, inkişaf etməkdə imkanları var. Təbii ki, burada Azərbaycanın rolu danınmazdır. Bəli, mən istərdim ki, bəli, biz bir daha yenidən qayıdacaq, məhz sizin də mövqeyinizi alacaq. Azərbaycanın rolu nədən ibarətdir? Amma elə Emin müəllim də qeyd etdiyi kimi, əlverişli şəraitin formalaşması üçün əlbəttə ki, təhlükəsizlik, sabitlik vacibdir ki, bunu da Azərbaycan məhz Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşdırıb. Sülh, təhlükəsizlik əlbəttə ki, kommunikasiyaların açılmasına ən böyük zəmin yaradan amillərdəndir. Elə dövlət başçımız bu istiqamətdə əlbəttə Cənubi Qafqazın, Türkiyənin, xüsusilə də Azərbaycanın rolundan dəfələrlə beynəlxalq platformalardan öz mesajlarını verib. Gəlin o mesajlardan bir hissəni izləyək, sonra davam edəcəyik. Türk dövlətləri arasında əməkdaşlıq orta dəhliz layihəsinə əsas töhfə olacaq. Çünki coğrafiyaya nəzər saldıqda Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızistan və Xəzər dənizindən bu sahilində Azərbaycan, Gürcüstan və Türkiyənin olması əlavə imkanlar yaradır. Bugün müzakirə etdiyimiz kimi biz tranzit yüklərin həcminin artmasını gördük. Bu yüklərin əksəriyyəti Mərkəzi Asiyadan Avropaya Trans-Xəzər marşrutu vasitəsilə nəql edilir. Bununla yanaşı mənim Mərkəzi Asiya ölkələrinə səfərlərim, Türkiyə prezidentinin ora səfərləri, Türk dövlətlərinin liderlərinin Türkiyəyə səfərləri onu nümayiş etdirir ki, qarşılıqlı ticarətin səviyyəsinin artırılması üçün yeni imkanlar var. Eyni zamanda digər böyük oyuncuların bu marşrutu etibarlı, təhlükəsiz və iqtisadi baxımdan cəlb edici hesab etməsi vacibdir. Bunun üçün bizdə sabitlik, etibarlılıq var.
Bəli, bu artan dinamika fonunda elə qarşılıqlı səfərlər də daha da intensivləşib və elə Almaniyanın rəhbərinin Steinmeierin Azərbaycana gəlməsini biz nəzər salsaq, ümumiyyətlə Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə bugün beynəlxalq münasibətlər sistemində artan maraq kontekstində səfərlərə nəzər salsaq, əlbəttə ki, Cənubi Qafqazın, xüsusilə də Azərbaycanın artan rolunu vurğulamaq mütləq şəkildə vacibdir. Çünki Azərbaycansız qeyd etdiyimiz bu layihələri reallaşdırmaq qeyri-mümkündür və xüsusilə də gəlsək elə Zəngəzur dəhlizinə. Bax, bugünkü reallıqlar Zəngəzur dəhlizinin açılmasını nə dərəcədə sürətləndirir? Təşəkkür edirəm. Ümumiyyətlə, dünyada gedən siyasi, iqtisadi proseslər fonunda əlbəttə ki, rəqabət bu günləri gündəmə gələn vacib şərtlərdən biridir. Həm iqtisadi rəqabət, həm siyasi mühitin daha da saflaşması, daha da güclənməsi və sabitlik fonunda bu proseslərin inkişaf etməsi hesab edirəm ki, çox vacib amillərdən biridir və burada qeyd olundu, deməli, iqtisadi dislokasiyanın dünyada gedən bu proseslər fonunda artım tempi Orta Asiya respublikalarının bütövlükdə bu proseslərdə rolu nədən ibarətdir və Çin, Avropa bu tranzit olaraq bu xətt üzrə ətraf bölgələrin, ətraf ölkələrin belə deyək ki, artan nüfuzu davamlı şəkildə göz önündədir və ümumiyyətlə mən siyasi baxımdan qeyd edeyim ki, ümumiyyətlə Orta Asiya respublikalarının Türk Dilli Dövlətlər Təşkilatı çərçivəsində bir beynəlxalq təşkilat kimi artıq bu günləri formalaşmaqdadır. Azərbaycanda o demək təşkilatın tərkibində olaraq və düşünürəm ki, bu özü bir artıq bir yaxşı mənada bir gücə çevrilməkdədir. Bunun özü bir böyük bir söz deyir. Əlbəttə, siyasi mühitdə sabitlik mövcuddursa, bu proseslər daha yaxşı mənada, yaxşı məcarada inkişaf eləyəcəkdir. Tranzit demək, iqtisadi yüklərin daşınması, iqtisadi əlaqələrin qurulmasında, Asiyanın, Avropanın birləşməsində Zəngəzur dəhlizinin rolu birmənalı şəkildə qaçılmazdır. Bu dəhliz təkcə region üçün deyil, Cənubi Qafqaz yaxud da ki, bölgə ölkələri üçün deyil və düşünürəm ki, Avropa ölkələri üçün mühüm strateji xarakter daşıyan bir, belə deyək ki, əhəmiyyət kəsb edən bir yoldur və bu olduqca bu yolun əhəmiyyəti dünyada kifayət qədər böyük dəyərləndirilir və bu Zəngəzur dəhlizinin açılması labüddür və qaçılmazdır. Əlbəttə, regionun inkişafında da müstəsna rolu var və ümumiyyətlə, Azərbaycan iqtisadi gücünə, siyasi nüfuzuna görə bu günləri dünyanın öncül ölkələrindən birinə çevrilməkdədir. Bu əsas faktor burada siyasi sabitliyin davamlı və əbədi olmasıdır və aparılan siyasətin düzgün siyasət, istər xarici siyasətin ideal şəkildə reallaşması, istər daxildə olan bu proseslərə təkan və region ölkələrinin birmənalı vahid platform ətrafında iştirak və çıxış etməsi böyük bu proseslərin yaxşı mənada inkişaf etməsində töhfədir. Və eyni zamanda burada vurğulandı, iqtisadi əlaqələrin daha da dərinləşməsi, daha da iqtisadi əlaqələrin yüksək dinamika üzrə inkişaf etməsində Asiya ölkələrinin və xüsusilə Çinin bu günləri artan templə iqtisadi qüdrəti, gücü dünyanın iqtisadiyyatına təsir etmə imkanlarına malikdir. Baxmayaraq, müəyyən belə deyək ki, məhdudiyyətlər, bir sıra ölkələr, belə sanksiyalar, müəyyən proseslər bir sıra ölkələrə tətbiq olunmaqdadır, amma Çin sabit və stabil şəkildə öz iqtisadiyyatını artım tempini davamlı şəkildə qoruya bilir, hətta bunu inkişaf etdirə bilir. Buna görə də təkcə Asiya ölkələri üçün deyil, region üçün deyil, Avropa və digər ölkələr üçün Çinin iqtisadi gücü, qüdrəti kifayət qədər təsirlidir və bu iqtisadi inkişafın dünyaya transfer olmasında, iqtisadi layihələrin dünyaya transfer olmasında əlbəttə ki, nəqliyyat dəhlizləri böyük rola malikdir. İstər burada deyil, göstərildi və bütün hallarda bu nəqliyyat dəhlizlərində tranzit olaraq Azərbaycan müstəsna rola malikdir. Və Zəngəzur dəhlizi bütövlükdə Asiyanın aparıcı iqtisadiyyata malik olan ölkələrin Avropaya nəqli, Avropaya o yüklərin çatdırılmasında Zəngəzur dəhlizi böyük bir rola malik olan dəhlizdir və düşünürəm ki, bunu təkcə iqtisadi, belə deyək ki, amillərlə bağlamaq yox, həm də böyük bir siyasi amillərlə bağlamaq lazımdır ki, bu bütövlükdə ölkələrin vahid sistem ətrafında fəaliyyət göstərməsi və bu iqtisadi gücün daha da artmasında və hətta geosiyasi maraqların birləşməsi ilə də əlaqələndirmək əlbəttə ki. Ona görə də bu çox vacib. Zəngəzur dəhlizi dünya üçün, Avropa üçün, Asiya üçün, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edən dəhlizlərdən biridir və mənim də şübhəm yoxdur ki,
yaxın gələcəkdə bu dəhlizin fəaliyyətinin biz şahid olacağıq inşallah. Vüqar müəllim də vurğuladı, Gülşən xanım, iqtisadi dəyişikliklər əlbəttə ki, bu proses sürətlə gedir, sistem iqtisadi baxımdan dəyişir və yeni yolların axtarışı əlbəttə ki, Cənubi Qafqazın kommunikasiyalarının da daha da şaxələndirilməsini ortaya çıxarır və bu baxımdan sözsüz ki, sülh prosesi yenidən gündəmə gəlir və Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazda stabilliyin, sülhün tam təmin olunması üçün rolu və təsiri mexanizmləri nədən ibarət ola bilər? Bax, bugün Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı bir araya gəlirsə və şərtlər dəyişirsə, mütləq şəkildə bu Cənubi Qafqazdakı sülh prosesində də şərtləri dəyişdirməlidir. Nədir şərtləndirən amillər? Və Mərkəzi Asiyanın məhz Cənubi Qafqazdakı sülh prosesinə təsir rıçaqları, mexanizmləri nədən ibarət ola bilər, konkret desək? Əlbəttə, bu yaxşı sualdır. Əgər biz ümumiyyətlə yenə baxırıqsa, vahid bir region baxımından artıq bu forum eyni zamanda göstərdi ki, bu bölgə, yəni Mərkəzi Asiya vahid bir, elə bir ki, birləşib bir vahid bölgə kimi artıq fəaliyyətə başlayıb və bu mənada Azərbaycan əlbəttə bu bölgə ilə sıx fəaliyyət aparır və eyni zamanda Cənab Prezidentin 2023-cü ildə yadınızdadırsa, bu 5 ölkənin ölkə rəhbərləri səviyyəsində məşvərət onların şurasına dəvət edilməsi qonaq qismində onu göstərir ki, bu ölkələrin hər biri Azərbaycanla çox sıx əlaqələri var və bizim özümüzün deməli hər bir ölkə ilə özümüzün strateji baxımdan əməkdaşlığımız davam edir. Və biz əgər sülh proseslərinə bu kontekstdən baxırıqsa ki, bu ölkələr onsuz da hal-hazırda əgər biz götürürüksə bu saat işğaldan azad edilmiş ərazilərdə bu ölkələr hər biri belə götürsək, həm Özbəkistan, Qazaxıstan, Qırğızıstan son səfəri zamanı həmin ölkənin prezidentinin artıq orada müəyyən infrastruktur layihələrinin qurulmasında, yaradılmasında, məktəblərin və ya hansısa bir digər infrastruktur layihələrinin həyata keçirilməsinə olduqca maraqlıdırlar və hətta həyata keçirilir bugün o fəaliyyət. Ancaq biz götürürüksə daha geniş kontekstdə söhbət artıq ondan gedir ki, bu region artıq başqa bir regiondur, yəni Xəzər dənizinin o biri hissəsi ilə Cənubi Qafqazı birləşdirən doğrudan da əgər biz baxırıqsa bir körpü var. Bəli, o körpüyə o artıq onu göstərir ki, bu ümumiyyətlə İpək yolu kontekstində biz götürüksə daha geniş bir regionun Transxəzər layihələri çərçivəsində biz buna baxa bilərik. Gündəmə gəlməsinə gəlib çıxır və burada əlbəttə Ermənistanın yenə də orada özü hamıdan elə bir təcrid olunmuş şəkildə özünü görməsi bugünkü reallıqda da qeyri-normal bir vəziyyətdir. Çünki bugünkü reallıqda artıq bütün bölgələr birləşərək daha böyük kontekstdə fəaliyyətə keçirlər və bu mənada əlbəttə siz bayaq verdiyiniz o sual Zəngəzur məsələsi bu kontekstdə olduqca aktualdır. Çünki əgər biz sülhdən danışırıqsa və sülh müqaviləsi imzalansa, düzdür, o Zəngəzur və nəqliyyat məsələləri həmin o sazişin tərkibində yoxdur, məhz bir maddə kimi. Ancaq biz gələcəyə baxırıqsa, o olduqca vacib və paralel gedən bir prosesdir. Düzdür, o sazişin içində yoxdur, ancaq o daim var. Onun haqqında müzakirələr gedir. Bir sıra tərəflər onun məhz real şəkildə fəaliyyətə başlamasında çox maraqlıdırlar. Çünki o doğrudan da belə götürsək, orta dəhlizin bir hissəsidir. Əgər biz götürüksə orta dəhlizdən, yəni bu saat hal-hazırda əgər Avropa İttifaqı deyirsə ki, biz hazırıq öz sənədlərində ki, deməli, Transxəzər nəqliyyat dəhlizinə bunlar 10 milyard avro pul istəyirlər qoymaq ki, bunlar məhz bu infrastrukturu inkişaf etdirsinlər, müəyyən əməkdaşlıq platforması yaratsınlar. Bu onu göstərir ki, həmin o dəhlizin bir hissəsi kimi Zəngəzurun konkret, yəni o hissəsi ki, götürürük biz, qısa bir hissədir. Orada dəmir yollarının və avtomobil yollarının tikilməsi əlbəttə ki, maddi baxımdan o qədər də böyük bir problem deyil. Burada məhz Ermənistan tərəfinin siyasi iradəsi olmalıdır ki, məhz bu ölkənin rəhbərliyi və əhalisi bu fikirləri dəyərləndirsinlər və qiymətləndirsinlər ki, sonunda bizim də bu Cənubi Qafqazda biz artıq bir siyasi bölgə kimi gündəmə gələk. Çünki Qarabağ bizi ayırmışdı və bölgə də fraqmentlər şəkildə fəaliyyət göstərirdi. Çünki Qarabağ Ermənistan və Azərbaycan arasında böyük bir problem idi. İndi halbuki artıq elə bir problem yoxdur və ona görə də biz əgər gələcəyə baxırıqsa, sülh baxımından əlbəttə Zəngəzurun da konkret o dəhlizin birləşməsi orta dəhliz kontekstində artıq bizim də, necə bayaq mən qeyd etdim ki, Mərkəzi Asiya bir vahid
region kimi artıq çıxış eləyir Avropa İttifaqı ilə, onda Cənubi Qafqaz da bir vahid region kimi artıq çıxış edə bilər. Çünki Azərbaycan və Gürcüstan arasında problem yoxdur. Əsas problem Ermənistan hissəsidir ki, bax o zəif bəndin nəhayət bölgədə birləşməsi və Cənubi Qafqaz artıq məfhumunun siyasi bir məfhum kimi gündəmə gəlməsinə gətirib çıxara bilər. Bəli, Gülşən xanım qeyd etdi ki, Zəngəzur dəhlizi şərt olaraq hal-hazırda Mərkəzi Asiya və Avropa İttifaqı arasında gedən dialoqlarda şərt olaraq irəli sürülməyib. Amma bu mümkündürmü? Çünki nəzərə alsaq ki, biz zərurət artdıqca şərtlər də dəyişir. Necə düşünürsünüz? İqtisadi şərtlər ona imkan verəcəkmi? Mərkəzi Asiya ölkələri və Zəngəzur dəhlizinin açılmasını da şərt olaraq Brüsselin qarşısına qoysun. Bilirsiniz, bu artıq reallıqdır. Biz deyiriksə, Azərbaycan arasında dedik ki, bundan öncə sadaladığım bu amilləri, bu amil vadar eləyir günlərə Avropa İttifaqının və digər ölkələrin, tutaq ki, məhz bu bölgə ilə iqtisadi maraqlar artır, inteqrasiya olması, iqtisadi əlaqələrin artırması və bu günlərin dünyada ən qlobal problemlərindən biri də məhz inflyasiyadır, qiymətlərin artımıdır. Və qiymətlərin artımına diqqət et, strukturuna baxsaq, görərik ki, bu qiymət artımının əsas hissəsi məhz nəqliyyat dəhlizi və logistika xərcləri təşkil edir. Bunların xərci artdıqca məhsulların da qiyməti artır. İstər bu qida məhsulları olsun, istər dərman və s. Və ölkələr bir-birinə maraqlıdır. Bir, yəni bundan öncə qeyd etdiyim kimi, stabil bir nəqliyyat belə deyək, xəttinin müəyyən olması. İki də ki, ora yeni texnologiyalarını tətbiq etməklə öz məhsullarına rəqabət qabiliyyətini artırsın. Bunun üçün də təbii ki, stabil bir bölgə lazımdır. Və ona görə də bu günlərin baxsaq, kifayət qədər bu xətt deməli, inkişaf eləyir və bunun şaxələndirilməsi və bu xəttin, yəni ki, bu deyirik ki, texnologiyalar, investisiyalar buna yatırılır ki, burada maya dəyəri aşağı düşsün və bunlar da vaxt da, zaman da bu pul deməkdir. Ona görə də onlar çalışırlar ki, bu qısa zaman ərzində çatırsın. Zəngəzur dəhlizi də nisbətən qısadır. İkincisi, bu xətt özü də bizim ərazimizə görə bir neçə xətt olsun ki, bu stabil olsun. Ona görə bu zəruriyyətdir, bu qaçılmazdır. Bir günlərim tutalım ki, müəyyən devir onu deməsələr də, amma biz görürük ki, hər il dövrəyə, bizim ərazimizdə keçən dövrəyə ən azı 30%, hətta elə devir var ki, dəfələrlə artır və inanıram ki, məhz bu günlərin bu addımların atdıqdan sonra bu faizlər daha da artacaq və Zəngəzur dəhlizi bir reallıq olacaq və bu günəm də reallıq. Yəni ki, bu günəm artıq Avropa İttifaqı da bunu dərk eləyir. Tələb olacaq. Tələb olacaq və bu günlərin yenə deyirəm, hər hansı bir günlərin ki, biz tələb olaraq irəli sürsək də biz iqtisadi baxımdan biz dərk eləyirik ki, bu Avropa üçün daha maraqlıdır, nəinki digər ölkələr üçün. Yəni ki, biz deyirik, biz Azərbaycanla Naxçıvan arasında, biz Türkiyə arasında bəli, Zəngəzur dəhlizi açılarsa daha yaxşı olur. Amma burada 500 milyonluq Avropa İttifaqı var. Yəni burada iqtisadi güclərin tələbinə çevrilə bilər. Bəli, 1 milyardlıq da burada ən azından Çindir. Bunların arasında ticari münasibətdən 500 milyonluq və 1 milyardlıq burada da Çin var. Onların arasında və burada da hələ Mərkəzi Asiya bu dövriyyənin artması üçün, stabilləşməsi üçün bəli Zəngəzur dəhlizi bir tələbatdır. Və bu da təbii ki, yəni bu gün özləri qeyd etməsələr də belə, yəni ki, buranı özləri də gələcəkdə də bu gün görürük ki, Fransa və digər ölkələr burada maraqlıdırlar, gəlib burada müəyyən ara qatırlar. Bu da bu dəhlizi idarə etmək üçün bir cəhdlərdir. Amma yəni deyirəm, bu günlərim onlar daha bizdən də digər ölkələrdən daha çox maraqlıdırlar ki, bu deməli bu xəttlər şaxələnsin. Bu xəttləri sizə qeyd edim ki, Azərbaycan kimi kifayət qədər stabil və investisiya baxımından, kapital baxımından daha belə bacarıqlı, yəni bu investisiyanı yatırmaq imkanları, bütün ambisiyoz layihələr məhz Azərbaycan tərəfindən həyata keçirilib. Onlar da maraqlıdır ki, burada investisiya, kapitalı olan bir ölkə sabitliyi təmin edən bir ölkə olsun və o da gələcəkdə məsələn bu iqtisadi münasibətlərin qurulmasına, inkişaf etdirilməsi üçün də zəmin yaradacaq. Bəli, gəlin elə mən təklif edərdim ki, Azərbaycan dövlət başçısı bu yolların şaxələndirilməsi, kommunikasiyaların genişləndirilməsi istiqamətində verdiyi bəyanatlardan daha bir hissəni izləyək, sonra davam edəcəyik. Важное место в наших отношениях занимает транспортно-логистическая сфера. Азербайджан для стран Центральной Азии является надежной транзитной страной на пути к рынкам Турции и Европы. Не менее важен и транзит в обратном направлении. Наши братья в Центральной Азии знают, что вся транспортно-логистическая инфраструктура Азербайджана открыта для них.
Для того, чтобы удовлетворить растущий спрос на грузоперевозки по маршруту Восток-Запад, нами модернизируется железная дорога Баку-Тбилиси-Карс. В следующем году грузопоток по этой дороге будет увеличен с 1 до 5 миллионов тонн. Параллельно с этим расширяются возможности Бакинского торгового порта с сегодняшних 15 до 25 миллионов тонн. Vüqar müəllim, bugün biz dünyada görürük bütün geosiyasi proseslər, dəyişikliklər fonunda etibarlılıq prinsipi nə dərəcədə dünya ölkələri üçün vacib bir əhəmiyyətə malikdir. Bax, bugün biz Amerika Birləşmiş Ştatlarının tariflər fonunda iqtisadi dəyişikliklərinə nəzər salsaq, elə bir müddət bundan əvvələ Rusiya-Ukrayna fonunda Avropa İttifaqının enerji siyasətində axsamasına və nəticə etibarilə yenə də Cənubi Qafqaz, Azərbaycan və Mərkəzi Asiya üz tutmasına, bax, bugün nəqliyyat kommunikasiyalarında, iqtisadi, ticari şaxələndirilmədə yenə də etibarlılıq prinsipində məhz Azərbaycana, Mərkəzi Asiyaya üz tutmasında bu kontekstdən yanaşmış olsaq, bugün dünya üçün etibarlılıq prinsipi nə deməkdir və Avropa üçün xüsusilə də bax, bu mənada Azərbaycanın önəmi nədən ibarətdir? Maraqlı sualdır və ümumiyyətlə etibarlılıq prinsipi düşünürəm ki, hər şey deməkdir. Həm iqtisadi sabitlik, həm iqtisadi əlaqələrin dərinləşməsi, siyasi münasibətlər çərçivəsində tədbirlərin daha da genişlənməsi. Düşünürəm ki, bu kifayət qədər etibarlılıq prinsipi əhəmiyyət daşıyır və vacib şərtlərdən biridir. Ümumiyyətlə, iki tərəfli danışıqlarda, çox tərəfli danışıqlarda, bütövlükdə beynəlxalq təşkilatlar çərçivəsində gedən əməkdaşlıq proseslərində düşünürəm ki, bu etibarlılıq ən vacib nüanslardan, amillərdən biridir. Və ümumiyyətlə, dünyada gedən bu proseslər fonunda iqtisadi əlaqələrin alternativ variantlar şəraitində inkişaf etməsini biz görürük. Bu reallıqdır. Həm bu qiymətlərin sabitləşməsi baxımından əhəmiyyətlidir, həm yeni belə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyətlidir və digər regionların bütövlükdə bu prosesə cəlb olunmasında və alternativ variantlar vasitəsilə iqtisadi inkişafın təmin olunmasında mühüm rola malikdir. Ona görə də Azərbaycan dünyada gedən bu proseslərdə rol danılmazdır bir mənalı şəkildə. Azərbaycan, belə deyək ki, həm özünün, belə deyək ki, sabit prinsip ətrafında həyata keçirdiyi siyasət kifayət qədər önəmlidir və Azərbaycanın bizim möhrümüz, imzamız demək bizim sözümüzdür və sözümüz imzamız qədər dəyərlidir və o doğrudan da o söz verilir ki, o söz reallığa əsaslanır və real həyatda öz təsdiqini tapır. Ona görə də Azərbaycan bütün layihələrdə, təkcə regional layihə deyil və bütün əməkdaşlıq çərçivəsində, keçdiyi görüşlər çərçivəsində ortaya çıxan bütün nüanslarda nə deyibsə, onu icra edibdir və nə deyibsə, onu real həyatda təsdiqini tapdı. Ona görə Azərbaycanın bu günlər həm iqtisadi layihələrdə rolu danılmazdır. Burada möhtərəm cənab prezidentimiz qeyd elədi. Deməli, Qars dəmir yolu xətti ilə, Bakı-Tbilisi-Qars dəmir yolu xətti artıq bir neçə müddətdir artıq bu layihə reallaşıbdır. Həm də bu kiçik bir layihə deyil. Bu Asiyanın, Avropanın birləşməsində, belə deyək, polal magistrallar üzərində birləşməsində ən böyük layihələrdən biridir. Həm də bu sadəcə olaraq söz kimi ifadə olunmur, böyük maliyyə tələb edən layihələrdən biridir. Bunu Azərbaycan təşəbbüsü və Azərbaycanın bilavasitə iştirakı gücü ilə bu reallaşan layihədir. Yaxud Ələt beynəlxalq dəniz ticarət limanı, belə deyək ki, bu liman kifayət qədər böyük yükdaşıma gücünə malik olan və iqtisadi, belə deyək ki, əlaqələrin qurulmasında müstəsna rol malikdir. Və Azərbaycan real həyatda, bugünkü mövcud vəziyyətdə dünya üçün mühüm töhfələr verən ölkələrdən birinə çevrilmişdir. Bu böyük bir işlərdir və dediyim kimi və bundan sonra bu günləri təməli qoyulan, bu günləri reallaşan o layihələr gələcək üçün növbəti layihələrin təməlini müəyyənləşdirir, istiqamətini müəyyənləşdirir. Azərbaycan böyük gücə və böyük sözə sahib olan ölkədir. Azərbaycan böyük iqtisadi imkanlara və böyük siyasi nüfuza malik olan ölkələrdən biridir və çox nadir az-az olan ölkələrdən biridir və ona görə də Azərbaycan bu günləri dünyanın diqqət mərkəzində olan ölkələrdəndir. Bax, bu günləri burada deyildi. Asiyanın iqtisadi imkanlarını transfer etmək Avropaya, şərqə, yaxud da deyək ki, qərbə transfer etmək Azərbaycan, bu yalnız və yalnız Azərbaycanın rolu, Azərbaycanın vasitəsilə mümkün olan, belə deyək ki, işlərdir. Ona görə də Azərbaycan həm etibarlılıq baxımından kifayət qədər özünü təsdiq etmiş ölkədir. Bu çox, dediyiniz kimi, o sual çox doğrudan da maraqlıdır və vacib şərtlərdən biridir. Əgər
bu etibarlıq varsa, hər şey var. Müsbət mənada hər bir şey var. İstər siyasi əlaqələr çərçivəsində, istər iqtisadi əlaqələr çərçivəsində. Bütün sferalarda Azərbaycan sözün həqiqi mənasında özünü təsdiq etmiş ölkə olaraq dünya iqtisadi, siyasi həyatında mühüm rola malik olan öz sözünü deyir və öz, belə deyək, fəaliyyəti ilə verdiyi sözə və yaxud da ki, o layihələr çərçivəsində də əməli işlərlə sübut edibdir o bu işləri. Bəli, hətta heç bir çətinliyə baxmayaraq biz yaxşı xatırlayırıq ki, Cənub qaz dəhlizinin tamamlanması zamanı Azərbaycan yenicə müharibədən çıxmış ölkə idi və Vətən müharibəsinin, bəli, hətta o böyük layihələrin reallaşmasında bir çox dekabr ayının ölkələr sonunda təhvil vermiş oldu. Tərəddüdlə, bir çox ölkələr inamsızlıqla bu layihələrə baxırdı. Amma Azərbaycan qətiyyətlə və cəsarətlə o layihələrin tapın, tanapın və digər belə deyək ki, iri tranzit layihələrin reallaşmasında Azərbaycan öz sözünü dedi və sübut etdi ki, mümkündür bu işləri reallaşdırmaq və Azərbaycan hətta digər ölkələr üçün xəyal olanları real elədi. Və bu baxımdan Azərbaycan doğrudan da kifayət qədər uğurlu işlərə sahib edir. Gülşən xanım, ümumilikdə Azərbaycanın reallaşdırdığı iqtisadi və kommunikativ layihələr hansı risklərin qarşısını alır? Çünki dünya da maraqlıdır ki, yəqin bu layihələr təhlükəsiz şəkildə həyata keçsin, öz axarı ilə davam etsin. Bax, hansı risklərin qarşısını alır iqtisadi və kommunikativ layihələr? Mənə elə gəlir ki, əgər biz bir anlığa təsəvvür eləsək ki, məsələn, Azərbaycanın etdiyi bir sıra elə bir ki, təşəbbüslər, elə bir ki, vaxtından əvvəl gələcəyi daha dəqiq hesablama baxımından olduqca aktualdır. Yəni ki, məsələn, bayaq biz qeyd etdiyimiz, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolu. Onu biz vaxtı ilə demək olar, onun maliyyəsini Azərbaycan özü üzərinə götürdü. Mühəndisi də Türkiyədə kömək elədi. Ancaq ümumiyyətlə Gürcüstana biz hətta kömək elədik ki, o hissəni tikək. Yəni, o dövrdə bəlkə heç kim ağlına da belə gətirmirdi ki, o layihəni nə üçün biz tikirik. Ancaq bugün artıq, belə götürsək, dünyada gedən proseslər, 3 il davam edən Ukraynadakı müharibə və s. artıq orta dəhliz deyilən fenomenin gündəmə gəlməsinə gətirib çıxarır. Və bütün dünya başa düşür ki, şimal və okean yolundan başqa yaxşı ki, 3-cü yol var idi və bu 3-cü yolu vaxtilə Azərbaycan bu ideya ilə çıxış edib, bu təşəbbüsü qoyub ortaya, özü maliyyələşdirib və onu yaradıb. Belə baxanda biz əvvəlcədən riskləri hesablamağı bacarmışıq. Bu o qədər də asan deyil. Bu müəyyən məndə Bu daxili risklər idi, amma eyni zamanda biz... Bu həm də, yox, bu ancaq bizim özümüzün daxili yox, bu daha çox həm regional, həm də qlobaldır. Biz bütün dünyaya, Avropa İttifaqına və belə baxanda Mərkəzi Asiyada kömək edirik. Yəni, belə də axı bu dəhlizlər olmasaydı, bunlar necə bunları birləşdirəcəkdi? Yəni, biz bunu başa düşməliyik ki, mən ona görə bayaq dedim, o qədim ki, İpək yolu elə bir bölgəsinin gündəmə gəlməsi. Bu onu göstərir ki, bir tərəfdən Çindən vaxtı ilə beləcə baxmalılar, keçirdi bax bu bölgələrdən və gəlib çıxırdı Avropaya. Biz indi onu yaratmaqdayıq və bu mənada Azərbaycanın rolu danılmazdır. Və burada mən bir məsələni də deyərəm ki, mən 2-3 il qabaq bir maraqlı məqalə yazmışdım. Məhz Azərbaycan və Mərkəzi Asiya ilə bağlı münasibətlərə və orada mən onun adını belə adlandırmışdım ki, biz müsbət əvəz olunmazlıq yaratmışıq. Müsbət əvəz olunmazlıq o deməkdir ki, biz artıq o dərəcədə birləşmişik ki, bir-birimizlə, Mərkəzi Asiya və Azərbaycan. Bu artıq, bunu dəyişmək mümkün deyil. Bu artıq elə bir reallıqdır ki, o reallıq qaldıqca qalacaq. Bunu belə bir ağır, çətin infrastruktur layihələri həyata keçirmək o qədər də asan iş deyil. Bayaq göstərdiniz, elə bölgələr var ki, məsələn, belə götürsək, Çindən olan bir sıra, məsələn, ideyalar var ki, Avropaya, məsələn, malları daşımaq. Eyni zamanda, məsələn, Hindistan da Çinlə rəqabətdədir və Hindistan da istəyir ki, yaxın şərqdən özünün, deməli, mallarını aparsın Avropaya. Ancaq bugünkü reallıqda yaxın şərq nə vəziyyətdədir? Yəni, onu bu saat reallaşdırmaq qeyri-müşkül məsələ. Yəni, ona görə də biz onu deməliyik ki, məsələ burasındadır ki, bəzən sən 10 illiklərlə qabaq görməlisən prosesləri ki, ən azı düzgün proqnoz verəsən ki, 10 ildən sonra belə bir hadisə baş versə, mən o riskin qarşısını necə alım? Ona görə mənə elə gəlir ki, Azərbaycan apardığı siyasəti bugün biz bax belə adlandırmalıyıq ki, məhz cənab prezidentin çox dəqiq ortaya qoyduğu o vacib addımları hökumət birləşərək həyata keçirdikcə Azərbaycan da bax, addım və addım mənə elə gəlir ki, qlobal kontekstdə olduqca vacib bir aktora çevrilir. Və biz burada hətta özümüzü orta güc də adlandıra bilərik. Çünki burada orta gücün həyata keçirdiyi fəaliyyəti bəlkə bugün biz bir dövlət olaraq həyata keçirdirik. Çox maraqlı yanaşmanız oldu və müsbət əvəz olunmazlıq
Azərbaycan həm bir marşrut olaraq iqtisadi kommunikasiyaların şaxələndirilməsində əvəz olunmaz marşrutdur və eyni zamanda da nəzərə alsaq ki, Azərbaycanın artıq qurduğu infrastruktur layihələr də əvəz olunmaz. Çünki bunun üçün illər lazımdır, uzun gedən bir prosesdir, bunun üçün böyük maliyyə lazımdır, eyni zamanda coğrafi imkanlar da lazımdır ki, onlar məhz həqiqətən də bu baxımdan da yanaşmış olsaq, Azərbaycanın coğrafi mövqeyi və mövcud potensialı əvəz olunmazdı, regionda əvəz olunmazdı və bu baxımdan Azərbaycanı, bax, az öncə dövlət başçımız öz çıxışında Ələt yolunu, eyni zamanda bir sıra layihələrin Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum layihəsini vurğuladı və bu baxımdan Azərbaycan ev tapşırıqlarını nə dərəcədə yerinə yetirir və bundan sonraki perspektivlərini necə qiymətləndirmək olar? Bilavasitə suala keçmədən mən də onlar fikrimi söyləyeyim. Bu günlər əslində oradan düzgün buyurursunuz. Əslində baxınız, bu günlərim siz dediniz Bakı-Tbilisi-Qars, bəs TANAP, TAP-dirsə, biz gəlin Rusiyanı görürsünüz, kifayət qədər nəhəng ölkədir. Boru kəmərləri çəkib, amma görür ki, indi təmin eləyə bilmir. Və hər ölkə, birinci gəlin Səudi Ərəbistana baxın, boru kəməri çəkə bilmirlər. Yəni ki, Azərbaycan coğrafi baxımdan kiçik bir ölkə özü boru kəmər çəkdi və onu təmin etdi. Bu günlərim stabil ixrac olunur və bu günlərim onun imkanları daha genişlənmək istəyirik. Və bu günlərim Orta Asiya deyiriksə, Mərkəzi Asiya deyiriksə, buradan Avropanın marağı deyiriksə, bu məhsullar hardan çatdırılacaq? Rusiyadan yox, İrandan yox. Təbii ki, maraq artmasının səbəblərindən biri də məhz Azərbaycandır. Yəni ki, Azərbaycan bu gündən bu reallıqları yaratmasaydı, bu investisiya yatırılmasaydı, burada sabit olmazdı, sabitlik olmazdı. Hansı məhsul deyirsiniz? Neft, qaz, uran, bu hamısı hansı nəqliyyatdan daşınacaq? Təyyarə ilə daşınmayacaq ki. Bu təbii ki, bu bizim ərazimizdə yaratdığımız şərait əsasında Avropaya çatdırır. Qaz nə ilə çatdırıla bilər artıq? Biz bu boru kəmərləri çəkmişik. Ona görə bu bizim əslində və digər tərəfdən gəlin tutan perspektiva. Biz dedik ki, iqtisadi inteqrasiya. Əslində biz bilirik ki, inteqrasiya birlikləri baxsaq, bu əslində iqtisadi baxımdan bəli, bunların maraqları var, amma inteqrasiya birlikləri də həmçinin də bir vahid bir mədəniyyətin bir yerdə inteqrasiyasıdır. Yəni ki, bu artıq dəfələrlə qeyd etmişəm, Avropa bu protestan və katolik bir birliyin yaranmasıdır. Burada digər baxsaq, Rusiya, Türkiyə və digər ölkələrin burada inteqrasiya olma imkanları çox azdır. Və burada alternativ də qaçılmazdır bizim ərazimizdə. Həm mədəni, həm iqtisadi baxımdan bir olan... Amma Ermənistan qaçır. Aslında bu vahid inteqrasiya mədəniyyətindən qaçır. Azərbaycanla da məhz bu Mərkəzi Asiya ölkələri ilə bu inteqrasiya prosesi gedir və qeyd etdiyiniz Ələt də biz deyirik ki, nəqliyyat dəhliz. Baxınız, bəli, bu məhsullar daşınacaq, biz bundan tutaq ki, gəlir əldə edəcəyik. Amma burada əsas məqsəd o daşınan məhsullardan deyil. Burada bir çox məhsullar var ki, Çin ola ağır məhsullardır. O yolda onu emal edib və Avropaya çatdırmaq istəyəcək. Və bu da reallıqdır. Bu gün Sinqapur, tutam ki, digər ölkələrin, tutaq ki, Çinin özünün də azad iqtisadi zonalara baxsaq, məhz o elə yerdədir ki, orada daşınan məhsul sonra eman olunur və sonra çatdırılır. Bizim məqsədimiz burada daşınmaqla daha çox bir mənfəət əldə olması, bu da ki, kooperasiya. Ələt kimi azad iqtisadi zonalar yaranaraq, oradan o məhsullar çatdırılıb, emal olunur, gələcəkdə Avropaya çatdırılmaz. Bu da bizim bu dünya dəyər zəncirinə inteqrasiya etmə imkanları yaradır. Bizim bu regional ölkələrin kooperasiya imkanları yaradacaq və biz görürük ki, Cənab Prezident nə qədər bu diqqət məhz Ələt azad iqtisadi zonaya diqqət yetirir. Onun imkanlarını genişləndirir. Ora preferensiyalar tətbiq edilir. Onun coğrafi məkanını çoxaldır və hesab edirəm ki, bəli. Və yenə baxsaq son dövrlər hansı ölkənin siz iqtisadi mövcudəsinə və inkişafına baxsaq, Çindən başlamış digər ölkələr. O iqtisadi mövcüzə məhz elə azad iqtisadi zonalardan başlayır. Və bu gün həm də Ələt əksində və qeyd etməsi. Artıq bir görsək, orada tendensiyaya baxsaq, görər ki, Ələt azad iqtisadi zonalar 25 milyona çatdırılması nəzərdə tutulur. Gələcəkdə orada gedən proseslər bizim dayanıqlı iqtisadi inkişafımıza təmin edəcəkdir. Bəli, siz çox gözəl bir keçid etdiniz, vahid inteqrasiya mədəniyyəti. Amma Ermənistan bugün istər iqtisadi inteqrasiyadan, siyasi inteqrasiyadan və mədəni inteqrasiyadan qaçır. Hara qədər qaça biləcək Vüqar müəllim? Ermənistan... Az vaxtımız qalıb, onu da nəzərə alın, xahiş edəcəm. Bu günləri reallıq Ermənistanın mövcud vəziyyətini göz önünə gətirsək, reallıq aydın mənzərəsini biz görə bilərik. Ermənistan
həm sosial, siyasi baxımdan kifayət qədər kasad bir ölkəyə artıq. Yəni ölkə demək mümkünsə, Ermənistanda vahid idarəçilik sisteminin olmaması, Paşinyan hakimiyyətinin xaotik vəziyyətdə idarə olunması və bütövlükdə region ölkələrinin əməkdaşlıq çərçivəsinin sıfıra enməsi və bütövlükdə bax bu Ermənistanın mövcud siyasi vəziyyətinin və iqtisadi vəziyyətinin nədən ibarət olduğunun aydın mənzərəsini ortaya qoyur. Bu günləri Ermənistanın daxilində sosial vəziyyət çox ağır bir durumda. Bu bütün hamı bilir bunu və bütövlükdə məhz onun səbəbidir ki, bax bu dediyimiz o inteqrasiya proseslərində Ermənistan özünü kənara çəkir və Ermənistan qərəzli və ədalətsiz mövqe sərgiləməsi və onun elə yenə özünün o bəlaların, o ağır durumun daha da dərinləşməsinə gətirib çıxaracaq. Mənim buna şübhəm yoxdur. Ermənistan nə qədər anlasa, nə qədər tez dərk eləsə, bu real vəziyyəti qiymətləndirsə, Ermənistanın özü üçün də kifayət qədər böyük fayda ola bilər. Amma təəssüflər olsun ki, bugünkü anormal yanaşma gedən bu siyasi, iqtisadi proseslərə Ermənistanın anormal yanaşması Ermənistanın daha da dərin, ağır bir duruma düşməsinə dəlalət eləyir və düşünürəm ki, belə uzun davam etsə, əlbəttə Ermənistanın daha ağır faciələr gözləyir. Vahid regional mərkəzləşmiş siyasətdən Ermənistanın qaçması nə qədər mümkün olacaq? Yox, mən inanmıram ki, o çox uzağa qaçacaq. Əvvəl-axır onlar da başa düşəcəklər ki, başqa yol yoxdur. Onları da biz birləşdirəcəyik. Müəyyən vaxt tələb edəcəyik, ancaq yenə də mən inanıram ki, onlar da elə bir zəif bənd kimi sonda birləşəcəklər və biz ümumi vahid bir bölgə kimi daha da güclənəcəyik. Bəli, vahid mövqeyə gələcək. Əlbəttə, çünki Azərbaycanın təşəbbüsləri var, təklifləri var. Xüsusilə də 3+3 formatı çərçivəsində Azərbaycanın həyata keçirdiyi, reallaşdırdığı təşəbbüslər bugün əlbəttə ki, Ermənistan üçün də çox vacibdir. Bu dalandan çıxması üçün, iqtisadi, sosial burulğandan çıxması üçün çox vacibdir və əlbəttə məhz bütün dünyada baş verən proseslər fonunda biz bir daha görmüş oluruq ki, regional çərçivədə əməkdaşlıqların reallaşdırılması daha perspektivli olur, daha nəticə yönümlü olur. Belə hörmətli tamaşaçılar, təşəkkürümü bildirirəm sizə dəvətinizi qəbul edib gəldiyiniz üçün və maraqlı təhlilləriniz üçün. Necə deyərlər, keçmişinin əsiri olma, gələcəyinin memarı ol. Təbii ki, bu Ermənistana aiddir, amma təəssüflər olsun ki, Ermənistan bugün elə öz əsirliyində qalıb. Belə hörmətli tamaşaçılar, hədəfdə müzakirələrimiz başa çatdı. Sağlıq olsa yenidən görüşəcəyik.